Azərbaycan Kickboxing Federasiyasının fəaliyyəti, uğurlar, yeni hədəflər və böyük qələbələr. Azərbaycan Kickboxing Federasiyası son dövrlərdə ölkəmizdə idmanın inkişafı, sağlam həyat tərzinin təbliği, gənclərin idmana cəlb olunması və Azərbaycan bayrağının beynəlxalq arenalarda yüksəklərə qaldırılması istiqamətində məqsədyönlü fəaliyyətini uğurla davam etdirmişdir. Xüsusilə son 5 ay ərzində Federasiya tərəfindən həyata keçirilən layihələr, təşkil olunan yarışlar, beynəlxalq əməkdaşlıqlar və milli komandamızın qazandığı nailiyyətlər Azərbaycan kickboksinginin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bugün Azərbaycan kickboksingi dünya miqyasında öz sözünü deyən idman növlərindən birinə çevrilmişdir. İdmançılarımız dünya və Avropa çempionatlarında, dünya kuboku yarışlarında və beynəlxalq turnirlərdə qazandıqları uğurlarla ölkəmizin idman nüfuzunu daha da yüksəldirlər. Bu nailiyyətlərin təməlində dövlətimizin idmana göstərdiyi diqqət və qayğı, federasiyanın sistemli fəaliyyəti, məşqçilərimizin peşəkarlığı və idmançılarımızın böyük əzmkarlığı dayanır. Hesabat dövrünün ən mühüm hadisələrindən biri Dünya Kickboxing Təşkilatı Assosiasiyasının VAKO prezidenti Roy Becker'in Azərbaycana səfəri olmuşdur. Bu səfər ölkəmizdə kickboksingin inkişaf səviyyəsinin beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilməsinin bariz nümunəsi olmuşdur. Görüşlər zamanı Azərbaycan kickboksinginin gələcək inkişaf perspektivləri, beynəlxalq əlaqələrin genişləndirilməsi, hakim və məşqçi hazırlığı, eləcə də ölkəmizdə keçiriləcək beynəlxalq yarışlarla bağlı məsələlər ətraflı müzakirə edilmişdir. Federasiyanın fəaliyyətində vətənpərvərlik dəyərlərinin təbliği daim xüsusi yer tutur. Azərbaycanın milli qəhrəmanı Asif Yusifoğlu Məhərrəmovun xatirəsinə həsr olunmuş turnirin keçirilməsi bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biri olmuşdur. ERM İdman Klubunun təşkilatçılığı və federasiyanın dəstəyi ilə baş tutan yarış gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, qəhrəmanlarımızın xatirəsinin yaşadılmasına və idmanın inkişafına mühüm töhfə vermişdir. Eyni zamanda xüsusi təyinatlı qüvvələrin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş turnir də yüksək səviyyədə keçirilmişdir. Yarış ölkənin müxtəlif bölgələrindən olan idmançıları bir araya gətirmiş, sağlam rəqabət mühitinin formalaşmasına və yeni istedadların üzə çıxarılmasına geniş imkan yaratmışdır. Federasiyanın yarış təqvimində mühüm yer tutan tədbirlərdən biri də Gəncə Open turniri olmuşdur. Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan idmançıların iştirakı ilə keçirilən bu yarış, yeni istedadların üzə çıxarılması, idmançılar arasında rəqabət mühitinin gücləndirilməsi və gələcək milli komanda üzvlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Milli komandamızın beynəlxalq arenalarda qazandığı uğurlar isə federasiyanın fəaliyyətinin ən mühüm göstəricilərindən biridir. VAKO dünya çempionları Bəhram Rəcəbzadə, Elvin Məmmədov, Anar Məmmədov və Amin Quliyev son dövrlərdə əldə etdikləri nailiyyətlərlə Azərbaycan kickboksinginin gücünü bir daha nümayiş etdirmişlər. Xüsusilə VAKO dünya çempionu Bəhram Rəcəbzadə dünyanın ən nüfuzlu peşəkar döyüş təşkilatlarından biri olan Gloriada qazandığı uğurlar Azərbaycan idmanının beynəlxalq nüfuzunun artmasına mühüm töhfə vermişdir. Onun çıxışları Azərbaycan kickboksing məktəbinin dünya səviyyəsində rəqabət aparmaq gücünü bir daha sübut etmişdir. Milli komandanın üzvü VAKO dünya çempionu Elxan Əliyevin Türkiyədə keçirilən beynəlxalq yarışda qazandığı qələbə də hesabat dövrünün yadda qalan uğurlarından olmuşdur. Onun nümayiş etdirdiyi yüksək peşəkarlıq Azərbaycan kickboksinginin inkişaf səviyyəsini bir daha təsdiqləmişdir. Dünyanın ən nüfuzlu döyüş təşkilatlarından biri olan One Championship-də çıxış edən milli komanda üzvü Akif Quluzadənin fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Bu təşkilatda Azərbaycan idmançısının çıxış etməsi ölkəmizin döyüş idman növləri sahəsində qazandığı beynəlxalq nüfuzun göstəricisidir və gənc idmançılar üçün mühüm motivasiya mənbəyidir. Milli komandanın üzvü Qəşəm Məmmədovun beynəlxalq yarışlarda qazandığı uğurlu nəticələr, eləcə də gənc idmançılarımız Vüqar Məmmədovun Özbəkistanda keçirilən nüfuzlu turnirdə ölkəmizi layiqincə təmsil etməsi federasiyanın gələcək uğurları üçün böyük potensialın mövcud olduğunu göstərir. Beynəlxalq arenada xüsusi uğurlardan biri də Elxan Əliyevin Türkiyədə qazandığı qələbə olmuşdur. Federasiyanın fəaliyyətində beynəlxalq dərəcəli hakimlərin hazırlanması və inkişaf etdirilməsi də mühüm yer tutur. Azərbaycanlı hakimlər beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edir. Peşəkar fəaliyyətləri ilə beynəlxalq idman ictimaiyyətinin rəğbətini qazanırlar.
müasir idman idarəçiliyinin tətbiqi federasiyanın prioritet istiqamətlərindən biridir. Bu baxımdan 18-21 iyun tarixlərində Gəncə şəhərində keçiriləcək kickboksing üzrə Respublika birinciliyində ilk dəfə olaraq geniş miqyaslı elektron qeydiyyat və elektron idarəetmə sistemi tətbiq olunacaqdır. Yarışda iştirak edən idmançılar, məşqçilər, hakimlər və klublar vahid elektron sistem üzərindən qeydiyyata alınacaqdır. Döyüşlərin qiymətləndirilməsi, hakim xallarının daxil edilməsi və nəticələrin hesablanması tam elektron sistem vasitəsilə həyata keçiriləcəkdir. Bu yenilik yarışların şəffaflığının və obyektivliyinin artırılmasına xidmət edir. Bugün federasiyanın əsas prioritetlərindən biri regionlarda kickboksingin inkişaf etdirilməsi, yeni idman məktəblərinin formalaşdırılması və gənclərin idmana cəlb olunmasıdır. Qarşıda bizi daha bir mühüm idman hadisəsi gözləyir. Respublika birinciliyi ölkənin ən güclü idmançılarını bir araya gətirəcək və milli komandaya seçimdə mühüm rol oynayacaqdır. Son olaraq xüsusi qeyd etmək lazımdır ki, Vako dünya çempionu Amin Quliyevin son döyüşü də uğurla nəticələnmiş və bu qələbə Azərbaycan kickboksinginin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirmişdir. Azərbaycan Kickboksing Federasiyası bundan sonra da dövlətimizin idman siyasətinə uyğun olaraq ölkəmizdə kickboksingin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və yeni çempionların yetişdirilməsi istiqamətində fəaliyyətini əzmlə davam etdirəcəkdir. Əldə olunan hər bir uğur federasiyanın, məşqçilərin, hakimlərin, klub rəhbərlərinin və idmançılarımızın birgə əməyinin nəticəsidir. Hörmətlə Azərbaycan Kickboksing Federasiyasının prezidenti Orxan Əliyev.